Salam əziz şagirdlərim, xoş gördük hər birinizi növbəti dərsimizdə. Demək, bugün də sizlərlə natural adədlərin toplanması, çıxılması, vurulması və bölünməsi bölməsinə baxacağıq. Demək, başlayıram ilk birinci sualdan. Demək, birinci sual. Deyir ki, bizə fərq azalandan 147 vahid kiçikdir. Çıxılanı tapın. İlk öncə gəlin biz yazaq. Biz necə keçmişik ibtidai sinifdə? Nə formada yazılıq bu fərq işini? Yazırıq azalan, çıxılan bərabər olur fərqə. Aydındır. Məsələn, 10 çıxılsın 2 bərabərdir 8. Burada azalan 10'dur, çıxılan 2'dir, fərq isə 8'dir. İndi bizə deyir ki, bu fərq azalandan 147 vahid kiçikdir. Fərq azalandan 147 vahid kiçikdir. Fərqim 8'dir, azalanım 10. Gəlin görək fərq azalandan nə qədər kiçikdir? Fərq azalandan 2 vahid kiçikdir. Niyə görə? Çünki 2 çıxıb 8 eləyib. O zaman mən deyə bilərəm ki, elə çıxılan 2'dir də. Neçə vahid kiçikdirsə bu nədir? Çıxılandır. Fərq azalandan neçə vahid kiçikdirsə bu çıxılandır. Məndən də nə istəyir? Çıxılanı istəyir. Ona görə deyirəm ki, nədir? Çıxılan elə verilən neçə vahid kiçikdir varsa odur. Burada neçə vahid kiçikdir? 147 vahid. Ona görə də burada doğru cavab nə olacaq uşaqlar? Doğru cavab 147 olacaq. Çıxılanı istəyirdi. Elə çıxılan da nədir? 147'dir. B variantı. Aha, ikinci sualda deyir ki, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyini rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü 9, 8, 7, 6 rəqəmləri müxtəlifdir deyir axı. Ən kiçiyi deyən kimi uşaqlar götürür yazır ki 1, 2, 3, 4. Amma səhv edir. Çünki axı burada 0'ı unutursan 1, 0, 2, 3 düzəldə bilərsən. 1234'dənsə 1023 daha kiçikdir. Deməli, ən kiçik 4 rəqəmli rəqəmlər fərqli olan ədəd 1023'dür. İndi bu ədədlərin fərqini istəyir. Bu ədədlərin fərqini tapanda 6 çıxılsın 3, 3, 7 çıx 2, 5, 8'dən 0 çıxdıqda 8, 9'dan 1, 8. 8853 doğru cavab Y variantı. Aha, keçək 3-cü suala. 3 və 4 eynidir, birini yazaq. Deyir ki, 3-cü sualda deyir ki 1 üstə 3 üstə 5 üstə gəl və s. 19 bərabərdir A olarsa 2221 üstə gəl 2223 üstə gəl 2225 üstə gəl və s. 2239 cəmini A ilə ifadə et. Bax uşaqlar, baxan kimi nə görürəm? 1, 1, 3, 3, 5, 5, 9, 9. Deməli, burada hər hansı bir ardıcıllıq var. İndi o ardıcıllığı mən müəyyən etməliyəm. Bax, burada mən gəlin o 1, 3, 5, 9'lara ayırıram. 2220 üstə gəl 1 yaza bilərəm. Digərini 2220 üstə gəl 3 yaza bilərəm. Görürəm ki, 2220 alınır burada çoxlu. Qoy alınsın. 2220 üstə gəl 5 yaza bilərəm. Və s. üstə gəl. Sonuncusunda 2220 üstə gəl 19 yaza bilərəm. Niyə görə 19? 9 yazmıram. Çünki burada 19'da ona görə. Aha. Baxıram ki, burada həmin bu cəm alındı. 1, 3, 5, sonra nöqtələr, 19. Deməli, mən bu cəmin yerinə ayıraram bu 2200'ləri, qalan bu cəmin yerinə A yaza bilərəm. Çünki bu cəm A'ya bərabərdir, axı yuxarıda vermişdi mənə. Bəs bu 2220'ləri toplasam nə eləyəcək? Axı 2220'dən neçə dənədir mən bilmirəm. Ona görə mən tapmalıyam ki, bəs 2220'dən neçə dənədir? Bax, necə gedir ardıcıllıq? 1, 3, 5, 2, 2 artır. Deməli, sonrası 7 olacaq. 9, 11, 13, 15, 17, 19. Bu formada gedib. Görün burada neçə dənə
ədəd var bu nöqtələrin yerində. 19-a kimi ümumiyyətlə burada neçə rəqəmdən istifadə olunub? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə. Deməli, burada 10 dənə ümumi ədəd var. Bizə ilk 3-ünü verib, sonuncunu verib, ortada nöqtələr qoyub. Təbii ki, ardıcıllıqla gedirsə, mən ortadakilərin də burada 9, 11, 13, 15, 17 yazmalıyam. Deməli, 10 dənə də 2220 var. 10 dənə 2220 var. Plus 1, 3, 5 və 19-un yerinə də cəmi yerinə yazıram A. İndi 2220-ni 10-a vuranda eləyir 22200 plus A. Aydındır. Çox basit. 22200 plus A. Doğru cavab C variantı olacaq. Sonra 4 bundan da özünüz yazarsınız. Keçirəm 5-ə. 2 natural ədədin cəmi 474-dür. 2 dənə ədəd var. Cəmləyib alınıb nə? 474. İndi görək bu ədədlər haqqında nə deyir? Deyir ki, onlardan birincisinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinsə, ikinci ədəd alınır. Aha. Mən onda dəqiq bilirəm ki, bu ədədin biri 3 rəqəmlidir, biri 2 rəqəmli. Çünki deyir ki, bunun sonundan biri silsəm, biri götürsəm buradan. Bu alınır. Niyə görə? Məsələn, 2 dənə 3 rəqəmli ədədin cəmi də verər mənə 474-dür. Amma burada bunu siləndə axı 2 rəqəmli ədəd qalmayacaq. Bu qalmayacaq. 3 rəqəmli ədəd qaldı burada. Biri 3 olmalıdır, biri 2 olmalıdır ki, digərindən birini siləndə bunlar bərabərləşsin. Biri 2 rəqəmli, bir rəqəmli ola bilməz. Hansı 2 rəqəminin üstə bir rəqəmli gəlsin? 474 eləyər. 99-un üstə 9 gəl. Görüm alırsan 474. Deməli, mütləq bu ədədin biri 3 rəqəmlidir, digəri isə 2 rəqəmlidir. İndi gəlin yazaq. Mən 3 rəqəminin yerinə yazıram ki, x, y, 1. Axı deyir ki, sonuncu rəqəmi 1-dir. Digərində yerinə yazıram x, y. Niyə? Çünki deyir, burada biri görməsən, biri silsən, bu alınır. Aha, bunların cəmi mənə verib 474. İndi deyir ki, bu ədədlərin fərqini tap. Gedin bu rəqəmləri tap. Gəlin alt bu alt toplayaq. Üstə gəl. Üstə gəl. X, y. Nə verib mənə cəm? 474. Bax, uşaqlar, 1-in üzərinə nə gəlsəm 4 eləyər. 3 gəlsin. Deməli, y nə oldu? 3. Y 3 oldu, bura avtomatik yazıram 3. 3-ün üzərinə nə gəlsəm 7 eləyər. 4 gəlsin. X avtomatik oldu 4. Deməli, burada x-in yerinə yazıram 4. Deməli, birinci ədədim 431 imiş, ikinci ədədim 43 imiş. Çünki 431-dən biri siləndə yerdə 43 qalır. İndi mənə deyir ki, bu ədədlərin fərqini tap. Bu ədədlərin fərqini tap. Çıxıram. 1-dən 3 çıxıram. 8, 11-dən aldım. 11-dən 3 çıxdım. 8, burada qaldı 2. Buradan birini alıb verdim, oldu 12. 12-dən 4-ün çıxdım. Qaldı 8. Burada da nə qaldı yerdə? 3. Deməli, cavabım 388. Deməli, keçirəm növbəti sualımıza. 6-cı sual. Eynidir. Özünüz işləyərsiniz bunu da. Sonra isə keçək 7-ci suala. 6-cı sualda. Bəli, eynidir. Özünüz yazarsınız. Keçək 7-ci. 7-ci sualda deyir ki, ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyün cəmi 559-a bərabər olarsa. Ardıcıl 100 natural ədəddən. Aha. Ən böyüyünün cəmi, ən kiçik və ən böyüyünün cəmi. Ardıcıl 100 natural ədəd. Keçən dəfə biz buna aid bir sual işlədik sizlərlə. Biri x-dır, digəri isə biri x-dır. Digəri isə nədir? X plus 99-dur. Yəni, digəri bilmirəm nədir. Bəlkə bu 1-dən 100-ə qədər deyil, 100-dən 200-ə qədər olan ədəddir, 150-dən 250-yə qədər olan ədəddir, yəni bilmirəm. Biri ya x-dır, digəri x üstə gəl 99-dur. Bunların cəmi, yəni bu ən kiçikdir, bu ən böyükdür. Bunların cəmi 559-a bərabərdir. Bu ədədlərdən ən kiçiyini tapın. Cəmləyirəm. X üstə x, 2x. 99-u keçirdi 559-dan çıxıram. Bərabərdir. 0, 6, 460. X də bərabər. 462-yə böldüm 230. Deməli, bu 230-dan başlayırmış. Aha, deyir ki, bu ədədlərin fərqini tapın. Biri 230-sa, digərsə 230 üstə gəl 99 olacaq da, deyirdim bayaqları. Bu deyir 329 digər. İndi mənə deyir ki,
Ay, fərqini istəmir. Bu ədədlərdən ən kiçiyini, ən kiçiyi elə 230. Mən 6-cı sualın şərtini çaşıb oxuyurdum. Bu ədədlərdən ən kiçiyini tapın. Ən kiçiyi elə olacaq nə? 230. Aha, keçirik indi digər sualımıza. 8-ci sualı yazaq. Deməli, 8-ci sualda deyir ki, 8-ci sualda deyir ki, ən böyük 4 rəqəmli natural ədədlə, az öncə dedik ki, ən böyük 4 rəqəmli rəqəmləri fərqli demir. Ona görə rəqəmləri fərqli demir deyə mən hamısına nə yazıram? 9999. Aha, ən böyük 2 rəqəmli natural ədədin. Ən böyük 2 rəqəmli natural ədəd hansıdır? 99. Fərqini tapın. Bu ədəd ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Ən böyük bir rəqəmli natural ədəd hansıdır? 9. Deyir ki, bu 9909-dan neçə dəfə böyükdür? 9-a bölərəm 9900-ü. Neçə dəfə böyük olduğunu deyəndə bölüb tapıram təbii ki. O da alınır ki, 1100 dəfə. Deməli, doğru cavab B variantı. Aha, 9-cu sualda eynidir. 9-cu sualı siz yazarsınız. Keçək. Aha, 10-cu suala. Deyir ki 10-cu sualda cəmi 2500 olan 2 natural ədəddən 2 dənə ədəd var. Cəmi 2500-dür. Okay, buradan aydındır. Birinin sonuna 7 rəqəmi əlavə edirəm, digərinin sonuna 6 rəqəmi silirəm. Alınan ədədlər bərabər olur. Cəmi 2500 olmaq üçün mütləq bunlar ən aşağısı hərəsi 3 rəqəmdə olmalıdır. Amma indi baxaq şərtimizə. X, Y olsun sonu 7. Digərinin sonundan 6 rəqəmini silirəm. Digər də 3 rəqəmli olsaydı, bu 6 rəqəmin buradan siləndə x, y, 7 ilə x, y-in cəmi mənə 2500 verə bilməz. Bir 3 rəqəmli, bir 2 rəqəmli olduqda. Deməli, onda bunun biri 4 rəqəmlidir. Biri 4 rəqəmlidir ən azından. Digərinin sonundan 6 ədədini sildikdə. Biri 3 rəqəmlidir. Bax, biri biləydim. Bir dəqiqə. X, Y, Z, 7. Digərinin sonunun 6 rəqəmini sildikdə. Birinin sonuna 7 rəqəmini əlavə edirəm, üzr istəyirəm. X, Y, Z. Aha, digərinin sonunun 6 rəqəmini silirəm. X, Y. Bu biri 7 var. Niyə görə? Çünki 7 rəqəmi buna əlavə edəcəm. X, Y. Bir dəqiqə. Burada Z ola bilməz bunda. X, Y olsun. Burada da X, Y, 7, 6 olsun. Bax, deyəcəm niyə. İndi X, Y, 7, 6 ilə X, Y olsun. İndi deyir ki, birinin sonuna 7 əlavə edirəm. Digərinin sonundan 6-nı silirəm. Hər ikisi olur nə? Eyni. Aydındır. Deməli, bu ədədlərdən biri 2 rəqəmli idi. X, Y idi. Digər isə X, Y, 7, 6 idi. Ki, bunların cəmi mənə 2500 verə bilər, normaldır. Və buradan 6-nı siləndə, burada 7 yazanda eyni olur. Deyir ki, həmin natural ədədlərdən kiçiyinin rəqəmlərinin cəmini tapın. Birinci yerinə yetirək. Bu X, Y, 7, 6 ilə X, Y toplayanda deyir ki, mənə 2500 verir. Cəmi nədir dedi bunun? 2500'dür. Aha, 2500. Uşaqlar, 6'ın üstünə gəlsəm, sonu 0'dan bitər. Təbii ki, 4 gəlsəm. Onda Y nə oldu? 4 oldu. Aha, Y 4 oldu. 6'ın üstə 4 gəldi. Elədi 10, 0 yazdım, 1 yatdı. 7'nin üstə 2 gəlib ki, 9 eləyib. Sonra da buradakı 1'i gəlib 10 eləyib. Onda X nə oldu? 2 oldu. Onda ədədimi düzəldim. 2, 4, 76. Bu birisi də olsun 24. Çünki X, Y'dir. 2476-dan 24'ü cəmləyəndə doğrudan da mənə 2500 verir. İndi mənə deyir ki, həmin bu natural ədədlərdən ən kiçiyinin rəqəmləri cəmi. Kiçiyi nədir? 24. Bunun rəqəmləri cəmi nə verir mənə? Təbii ki, 6'nı verir. Keçək digərinə 11-ci suala. 11-ci sualda deyir ki, ABC natural ədədləri üçün ABC natural ədədlərdir. AB 23'dür. BC 11'dir. Bax uşaqlar, natural ədəd deyirsə, hasili 23 edən 2 natural ədəd yalnız 23 ilə 1 ola bilər.
başqa bir ədədlər ola bilər, amma bunlar kəsr ola bilər. Bir-birinə vuranda 23 eləyən ədədlər yalnız 23-dən 1-dir. Həmçinin bir-birinə vuranda 11 eləyən natural ədədlər yalnız 11-dən 1-dir. İndi gəlin görək bunların hansıdır. Bax, burada mən B-yə 23 verə bilmərəm. Çünki B burada da var. Burada 23-ü nəyəsə vuranda 11 eləyə bilməz axı. Ona görə burada B 1-dir. A 23-dür. A 23, B1. Keçirəm burada B1-dirsə, C-dən ədəd avtomatik 11-dir. C isə də 11. Mən deyir ki, bunların üçünün cəmini tap. 23 üstə 1, 24, üstə də 11, 35. Cəm elədim, 35. Bu bizim neçənci sualımızdır? 11-ci sualımızdır. Keçirəm 12-ci suala. 12 eynidir, özünüz işləyəcəksiniz. Keçirəm 13-cü suala. 13-cü sualda deyir ki, x, y, z natural ədədlərdir. 7y 8 z-ə bərabərdir. X da 2 z-ə bərabərdir. X plus y plus z-in ən kiçik qiymətini tap. Biz deyirdik ki, y-in qarşısına, y z-in qarşısına bərabərdir, z də bunun qarşısına bərabərdir. Onda y olur 8, z olur 7. Düzdür. Burada isə, buradan da eyni şərti qəbul etsəm, x olur 2, z olur nə? 1. Aydındır. Amma baxıram ki, eyni olmadı yaxı, burada z 7-dir, burada 1-dir. Necə ola bilər? Bir ədəd bir dənə qiymət alır da, yəni burada başqa qiymət ala bilməz ki. Ona görə mən buranı bərabərləşdirməliyəm. Burada z 1 yox, 7 eləməliyəm. Burada z 7 olması üçün x nə olacaq uşaqlar? 2-ni 7-yə vuranda nə eləyir? 14. Aha. 2 rəqəmli ədəd ola bilər də, yəni bizə verməyib ki, bir rəqəmli şərt. Biz keçən dərslərimizdə AB üstünə xətt verəndə məcbur bir rəqəm götürürük. Burada mən istədiyim qədər artıra bilərəm. X-in qarşısındakı 1-dir. Amma mənə lazımdır ki, X-in qarşısındakı 7 olsun. Çünki Z burada 7-dir yaxı, burada da Z 7 olmalıdır. Bax, bir də deyirəm, Z burada 7 olduğu üçün burada da Z 7 olmalıdır. Amma Z 1-dir hal-hazırda. Çünki bir salda ilə verib ki, X bərabərdir 2Z. Düzdür. X bərabərdir 2Z. Mənə lazımdır ki, bu Z burada X-in qarşısındakı 7 olsun. Mən bu X-in qarşısını 7-yə vuranda, buranda vurmalıyım avtomatik 7-yə. Onda bura olur nə? 14, bura olur 7. Onda Y aldım 8, bunu dəyişmirəm, dəyişmir bu. Burada X oldu nə? 14, Z isə oldu 7. Aydındır. Natural ədədlər deyir ki, təbii ki, bu rəqəmlər alınır. Mənə deyir ki, indi bu cəmi tap. Cəmin ən kiçik qiymətini tap. Cəmləyirəm. 814, 22, 23 üstə 7, 29. Deməli, 13-cü misalımızda düzgün cavab 29. Bu da sadə idi. 14-ü özünüz yazarsınız. Keçək digərlərinə. Aha, 21 sualdır bu bölmədə. Demək, keçirik 15-ci suala. 15-ci sualda deyir ki, AB natural ədədlər üçün 4A üstə gəl 5B bərabərdə 90 olarsa, 5A üstə gəl 4B ifadəsinin ala biləcəyi ən böyük qiyməti tapın. 4A üstə gəl 5B 90-dır. 5A üstə gəl 4B-ni tapın. Uşaqlar, nə ola bilər burada? Baxaq. 4A, 5B. A-nın bir natural ədəddir. Konkret ədədlərdir. Cəmi də mənə verib nəyim? 90. Gəlin baxaq görək hansı ədədlər ola bilər. A olar, burada nə? 1 ola bilməz. Belə atma yolu ilə daha çox gedəcək kimi gəlir mənə. Amma baxaq, burada konkret 40-50 ola bilər. 10 qoysaq. 4-ü 10-a fərqli verib bizə. Fərqlilik şərti verməyib. Amma götürə bilmərəm. Yəni, fərqlidən başlamayayım. Gəlin qiymətlər verək atma yolu ilə. 4-ü vuraram məsələn. 5-in vurması daha asandır. Gəlin birinci 5-dən başlayaq 5-in vurmasından. 5-i məsələn vururam nəyə? Ən böyük qiymət deyir deyə, təbii ki, ən böyük qiymətləri götürəcəyik. Amma burada A daha böyük olmalıdır. Çünki 5A var. 5A-ya vuracaq.
Ona görə B-ni nisbətən kiçikləri götürəcəm. Burada 4-ü vuranda, 5-i vuranda 4-ə 20 alınır. Amma 20-nin üstə 70 gələni 90 eləyir. Bu 4-ə nəyisə vuranda 70 eləmir. Ona görə 4 götürmürəm. Tək ədədlər götürməyəcəm. Sonu 5 ilə qutaran ədədlər, sonu ancaq 0 ilə qutaran ədədlər götürəcəm ki, bax burada 5-i 3-ə vursan 15 eləyir. 90-dan 15 çıxanda 75. Sonu tək qutaran ədəd 4-ə nəyisə vuranda alınmır. Ona görə burada sonu 5 ilə qutaran ədədlər götürə bilmərəm. Yalnız sonu 0 ilə qutaran ədədlər götürəcəm. O da məsələn 5-i 2-yə vuraram. 10. Onda yerdə qalır 90-dan 10 çıxanda 80. 4-ü nəyə vursam 80 eləyər? 20-yə. Onda A olar 20. B də olar nə? 2. Gəlin baxaq görək, aparaq qoyaq yerinə görək nə eləyir? 5-i vuranda 20-yə 100. 4-ü vuranda 2-yə 8. Bizə 5A üstə gəl 4 deyirdi. 5-i vurdum 20-yə 100. 4-ü vurdum 2-yə 8. 100 üstə 8 elədi 108. Все, buradan aydın ki, qutardı. Düzgün yolda budur. Əminəm ki, başa düşdünüz. Sonra keçək 16 bundan da özünüz yazacaqsınız. Keçək 17-yə. 17-də deyir ki, AB natural ədədlər üçün uyğun. Keçən səfər bundan yazmışdıq. Yenə yazaq. AB çıxılsın BA bərabərdir 3A çıxılsın 2B. Biz AB çıxılsın BA. Bu AB-ni necə açırdıq? 10A üstə gəl B formasında açırdıq 2 rəqəmlərdən. İfadədə mötərizdə yazıram. Digəri 10B üstə gəl bərabərdir 3A çıxılsın 2B-yə. Açıram mötərizəni, sadələşdirirəm. 10A üstə gəl B çıxılsın 10B çıxılsın A. Bu çıxmaya görə bu da çıxma oldu. Bərabərdir 3A çıx 2B-yə. 10A'dan A çıxdım 9A, 3A'da keçirdim çıxdım, qaldı nə qədər? 6A bərabərdir. 10B çıxdım, qaldı mənfi 9B, mənfi 9B bu tərəfə keçdi, oldu müsbət 9B, 9B'dən 2B çıxanda qaldı 7B. Onda A 6 olur, B isə 7. A 6, B isə 7. 6 ilə 7-nin cəmi verir 13, fərqi verir 1. Cəmi 13, fərqi 1. Cəmi 13 oldu Y, 1-ə Y. Amma, üzr istəyirəm, A 7, B 6. Yerin səhv keçir yazdım. A7-dir, B6. 7-dən də 6 çıxanda 1. 1-ə də olur C. Uyğun gəldi. 1-ə YC. Bu formada ikincidə məsələn AB 10A üstə gəl B şəklində açıram ikincini. Bunu bərabərdir 7A üstə gəl 6B-yə. 10A'dan 7A'nı keçirib çıxanda 3A. 6B-dən keçirib B-ni çıxanda 5B. A 5-dir, B isə 3-dür. 5, 3. Cəmi mənə 8 verir, yoxdur. Amma fərqi mənə verir 2-ni var. A variantı. 2'ye oldu A. Üçüncü üçün AB 5. Deməli 100A üstə gəl 10B üstə gəl 5 çıxılsın. Mötərizdə 10A üstə gəl B bərabərdir 266. Yenə sadələşdirirəm. 10A 100A üstə gəl 10B üstə gəl 5 çıxılsın 10A çıxılsın B. Bu çıxmaya görə bunlar da çıxma oldu. Bərabərdir 266. 100A'dan 10A çıxıram, qalır 90A. 10B'dən 9B çıxıram, qalır 9B. 5 keçirdim 266-dan çıxıram, qalır 261. 9-u burada mötərizə xaricdən çıxartıram, qalır 10A üstə gəl B bərabərdir 261-ə. 261-də 9-a bölünür. 261 9-a böləndə hardan bildik bölündü? 2 üstə 6, 8 üstə 1, 9. 26-nın içində 9, 2. Qaldırdı 8, 81-in içində 9, 9, 29 eləyir. Onda A bir dəqiqə 10A üstə gəl B 29'dursa burada A 2'dir, B 9'dur. Çünki keçən dəfə dedik axı, bu elə AB deməkdir. A 2'dir, B 9'dur. 2, 9. Cəm mənə verir 11'i. 9'dan da 2 çıxanda 7'ni. D variantı uyğun gəlir. Deməli D uyğun gəldi. 3'ə də oldu D. Maraqlıydı. Keçdik 18'ə. Deyir ki, üzr istəyirəm, deyir ki 18'də 2 rəqəmli ədədin əvvəlinə və sonuna 2 rəqəmli bir ədəd var. Bunun əvvəlinə və sonuna bir rəqəmi yazılsa, yazdım. Alınan 4 rəqəmli ədəd verilən ədəddən, yəni x, y-dən 21 dəfə böyük olar. Maraqlıdır. Yəni x, y-i 21'ə vursan 1x, y 1 eləyər. Həmin 2 rəqəmli ədədi tapın. Maraqlıdır. Deməli 1x, y 1'i 21'ə böləndə mənə x, y verəcək.
Gözəl. Ha, necə yaza bilərik bunu? 21 dəfə böyük olur. Bölmədən başqa vurma ilə getmək çətinlik verər. Ən yaxşısı ilə bölmədir. Bəli, ən yaxşısı bölmədir. Deməli, burada 100 neçə olar ki, 100 neçənin içində 21 elə x dəfə düşsün. Gəlin baxaq. Burada 120 neçə yazsam, bax burada 2 olsa, bu 21, 120 neçənin içində 2 dəfə düşə bilməz. Birinci ədəd x-dir axı. Ona görə baxıram. Burada 10 neçəni bölmürəm də 21-ə, 3-ün götürürəm. Çünki 21 10 neçədən böyüdür. Ona görə 3-ün. 100 neçəni 21-ə bölüb, elə buradakı 2 qədər düşür. Baxıram. Buradakı 2 başqa bax 3 ola bilməz. Çünki 130 neçənin içində 21 3 dəfə düşə bilməz. 3 dəfə düşə bilməz. Ancaq burada uşaqlar bax 4 ola bilməz. 140 neçənin içində 21 4 dəfə düşə bilməz. Ancaq burada 9 ola bilər. 180 neçənin içində 21-də 8 dəfə düşmür. Çünki 8-i 21-ə vuranda 160 neçə eləyir. Ona görə ancaq x 9 ola bilər. 1 9 y 1 bölünür 21-ə. Birinci rəqəmdə alınır 9. Aha, 9-u vururam 21. 1 9-a 9, 9 2-yə 18. 189. İndi 189. 190 neçədən 189-u çıxacam. 21-ə böləcəm. Elə bu y qədər düşəcək. Bu hansı ədəd olar uşaqlar sizcə? Bax, baxan kimi bilirəm ki, burada 1 olar da. Soruş niyə? Çünki 21-i 21-ə böləndə 1 dəfə düşəcək. Bax, burada 1 olsa, 191-dən 189 çıxanda 2 verir. Bax, 2 qalsın deyə. Burada 191 eləyirəm ki, 2-nin 21-in içində yerləşsin də 21. 191-dən 189 çıxdım, qaldı ki, bu 1 də getirdim 20. 21-in içində 21-in içində yerləşir. 1 dəfə. Aydındır. Qulaq asanda əgər başa düşmürsənsə, təkrar çevirib qulaq asa bilərsən. Bu, bəzi misalların xüsusi yolu yoxdur. Yəni, atma yolu ilə, rəqəmi qoymalısan, məntiq yolu ilə, yəni, konkret bir düstur yoxdur ki, o düsturu qoy yerinə yaz. Bunları nəzərə alın. 19-da eynisidir. Özünüz yazarsınız 19-u. Keçirəm 20-yə. 50 manat pulu olan Akifin 50 manat pulu var. 50 manat pulu var Akifin. Biri 3 manatdan, bir dənəsi 3 manatdan olan ən çox neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. Qalan pulu 7 manatdan az olmasın. Maraqlı. 7 manatdan az olmasın, yəni 7 manatdan çox olsun. 10 dənə alsa, bərabərçilik qura bilərəm də, bərabərçilik qura bilərəm ki, biri 3 manatdansa, neçə dənə kitab ala bilər? X dənə. 3 manatsa, 3 manata vururam da qiymətin. Bir dənə olsun. Üzərinə gəlirəm 7. Daha doğrusu bunu 50-dən çıxmalıydım ki, 7-dən kiçik bərabər olsun. Aha, deməli, 50 çıxılsın. 3 manatdan kitabların sayı. Qalan pul nədir? Bərabərdir. Qalan pul 7 manatdan az olmasın. Yəni 7 manatdan nə olsun? Böyük olsun. 50-dən keçirib 7-dən çıxıram. 43 böyükdür 3x-dan. 43-ü də x-a böləndə 43-ün içində 12-də 3 14. Aha, deməli 14. Doğrudan da baxın, 14 kitab alsa, biri 3 manatdan 14-ü 3-ə vuranda eləyir 42. 42 manat. Qalan pulda yerdə nə qaldı? 8 manat. 7 manatdan az olmadı ki? Yox. Atma yolunda yazmaq olardı. Bərabərçilik şəklində də fərq eləməz. Aha, 21-də bundan eynidir. 21-də evə. Keçirik. Natural ədədlərin bölünmə əlaməti qalıqlı bölmə. Burada da neçə sualdır? 32 dənə. Olsun, gəlin yazaq. Keçirəm natural ədədlərin. Aha, keçirəm birinci suala. Deyir ki, birinci sualda
Deyir ki, birinci sualda x-in yerinə hansı rəqəmi yazdıqda, x-in yerinə hansı rəqəmi yazdıqda 5, 3, x, 86, x, 3 ədədi 9-a tam bölünür. Avtomatik 9-a bölünmə əlamətini yadıma salıram. Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Cəmləyirəm. 5-in üstə 3, 8, üstə 8, 16, üstə 6, 22, üstə 3, 25. 25-in üstünə 1 gəlsəm 27 eləyər, 9-a bölünər. Deməli, x-in yerinə 1 yazaram. 2 dənə 1 də cəmləyəndə bu mənə verəcək 27-ni. 27 də 9-a bölünəcək. Deməli, doğru cavabımız B variantı. İkinci sualda. A ədədini 10-a böldükdə natamam qismətdə C, A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda isə 8 alınır. A ədədinin 5-ə bölünməsini alınan qalıq tapın. Bunun iki yolu var. Buradan qalığı bölürsən dediyi ədədə, qalıq qalır 3 tapırsan. Amma burada cavablar C ilə verilib deyə bizə uyğun yol odur ki, gəlin yerinə qoyaq. Burada cavablar yüzü C ilə verilib. Bir dənə rəqəm götürək, məsələn, A ədədini 10-a böldükdə A olsun, qalıqda 8 alınsın, 18. 18-i 10-a böldükdə bir dəfə düşür. Deməli, C elədi. Nə qismətdə C alınır deyil axı. C elədi 1, qalıqda nə alındı? 8. İndi mənə deyir ki, A ədədinin 5-ə bölünməsindən, həmin bu 18-in 5-ə bölünməsindən, 18-i 5-ə bölürəm, 3 dəfə düşdü, bir də 15, çıxdım 3, qalıq qaldı nə 3 və yenə eyni şeyi aldım. Amma indi mən C ilə ifadə edəcəm. Görəcəksiniz, C ilə ifadə edəcəm. Deyir ki, bayaq 1 idi, amma indi alındı C, 3. İndi mənə deyir ki, alınan natamam qismət tapın. Bax, uşaqlar, C 1-dir axı. Mən aparıb ifadələrdə C-nin yerinə 1 qoyacam. Mənim natamam qismətim nə alınıb? 3. Görək hansında C-nin yerinə 1 qoyanda cavab 3 eləyir. Təbii ki, hansında? B variantında. 2-ni 1-ə vuruşam. 2 üzərinə gəlirəm. 1-i elədi 3. Deməli, doğru cavab oldu nə? B variantı. 3-ü aldım. Üçüncü suala baxaq. Deyir ki, A ədədini 8-ə böldükdə qalıqda 7 qalır. Bir dənə A ədədi götürək, 15. 15 8-ə bölünən qalıqda nə alınır? 7. İndi 2A plus 1, yəni 2-ni vuram 15-ə 30, üstə 1, 31. 31 8-ə böləndə qalıq nə qalır? 3-ü 4, 3 8-ə buradan 24, qalıq qalır nə? 7. Deməli, doğru cavab Y variantı. Asan misallarda hələ ki, keçirəm 4-ə. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. 21-ə bölürəm, 21-ə. Qalıqda 16 alınır. Bu ədədi 7-yə böldükdə. 7-yə böldükdə deyirsə, avtomatik qalığı, bunun qaydası budur. Qalığı bölürsən 7-yə. 16-nı 7-yə böləndə qalıq nə qalır? 2. Doğru cavab A variantı. 5 də bundandır. Keçirəm, deməli, 6-ya. 6-cı sualda deyir ki, 6 rəqəmli ədədi 6-ya bölünməsi üçün 732, 16A. 6-ya tam bölünməsi üçün 6-ya. A-nın mümkün qiymətlərinin cəmini tapın. 6-ya bölünməsi üçün. 6-ya bölünmə əlaməti necə idi? 2-yə və 3-ə bölünən ədədlər. 2-yə və 3-ə bölünməsi üçün burada sonu nə olmalıdır? Cüt ədədlər olmalıdır. 2, 4, 6, 8, 0-la qutarmalıdır. A onda ola bilər 2, 4, 6, 8, 0. İndi görək bunların hansı ola bilər. Həm də 3-ə bölünməlidir. Görək bunlardan hansı 3-ə bölünməni ödəyir. Aha, bunun üçün neydi? Aparıb bir-bir qoyuram. 7 üstə 3. 3-ə bölünmə əlaməti necədir? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 7 üstə 3, 10, üstə 2, 12, üstə 1, 13, üstə 6, 19. 19 üstə 2 gəlsəm 21, 21 bölünür. Deməli, 2 ödədir. 19 üstə 4, 23 bölünmür, ödəmədi. 19 üstə 6, 25 bölünmədi. 19 üstə 8, 27 bölünür 3-ə. Bu da alındı. 19 üstə 0, 19, 19 6-ya bölünmür, 3-ə bölünmür. Deməli, bu ədəd 6-ya da bölünməyəcək. Yalnız 2 və 8-i qoyanda ədəd həm 2-yə, həm 3-ə bölünür, həm 2-yə, həm 3-ə bölünürsə, bu ədəd həm də 6-ya bölünür. Cəmin istəyir məndən, cəmi də eləyir 10. Doğru cavab C variantı. Aha, davam edək. 7-ci sual uşaqlar. 7-ci sualda buna oxşardır, özünüz yazarsınız. 8-ci suala keçirəm. 8-də. Deyir ki, bu hasilinin 7-yə bölünməsindən alınan qalığı tapın. 7-yə bölünməsindən alınan qalıq tapın. Bu tip misalları biz necə yazırdıq? Böyük rəqəmlər verirdi. Hər hansı bir ədədə bölünməsini istəyirdik. Bu tip misallarda biz sonuncu rəqəmlərdən istifadə edirdik. İndi bölünmə əlamətlərinə uyğun qaydalardan da istifadə edirik təbii ki.
Amma burada biz 7-yə bölünmə əlamətindən yox, sonuncu rəqəmlərdən istifadə edəcəyik. Bax, sonuncu rəqəmlər hansılardır bizdə? Əslində bunun 2 cür qaydası var, amma biz 6 ilə 3-ü götürəcəyik. Gəlin hər ikisindən yoxlayaq istəyirsiniz. 6 ilə 3-ü götürəcəyik. 6-nı 3-ə 18. 18-i bölürəm 7-yə. 18-in içində 7 düşür. 2 dəfə qalıq qalır nə? 4. Doğru cavab 4. 9-cu misalda da eyni qaydadan istifadə edə bilərəm. Deməli, bunların həllərini yazmağa ehtiyac məncə yoxdur. Gəlin bax, 8 idi. 6-nı vurdum 3-ə. Nədir 18? 18-i bölürəm 7-yə. 2 dəfə düşür. Qalıq qalır nə? 4. Deməli, doğru cavab 4, B variantı. 8-ci sualda. 9-cu sualda isə 8-ə bölünməsini almaq qalır. Soruşur. Gəlin eyni qaydanı bir dənə tətbiq eləyək 9-cu sual üçün. 9-cu sualda da 5-i vururam 2-yə 10, onu bölürəm 8-ə qalıq 2. Amma burada bir yoldan da istifadə edə bilərsən 9-cu sualda. 9-cu sualda həmçinin 8-ə bölünmə əlamətindən də gedib istifadə edə bilərsən. Eyni şey çıxacaq. 8-ə bölünmə əlaməti son 3 rəqəmidir. Burada son 3 rəqəmini bölərsən 8-də, alınan qalığı yadda saxla. Burada da son 3 rəqəmini bölərsən 8-də, alınan qalığı yadda saxla. Sonra qalıqları bir-birinə vurub 8-ə bölərsən, yenə də eyni cavab alınacaq. Amma qısa yolla yazdıq biz təbii ki. Keçək 10-cu suala, 8-9 yazdıq. 10-cu sualda deyir ki, XZ. Bu da bir məntiq sualdır. Ta qədimi toplululardan belə bu sual var. Bərabərdir 7344. Aha, 2 rəqəmli ədədi vurur, 3 rəqəmli ədədi alınır 7344. Gəlin baxaq. Bax, bu da bu formada yazaq. Amma gəlin daha sadə biri buradan məntiqi yolunu deyim. Bax uşaqlar, burada x nağd 1-dir. 2 ola bilməz. Soruşun niyə? Çünki x-in yerinə 2 qoysan, burada ən kiçik halda lap götür ki, bu 20-dir. 2 rəqəmli ədəddə birinci ədəd 2-dirsə, sonra 20-yə gedir də 29-a kimi. Ən kiçik halda 20. 20-ni 400-ə, bu da ən kiçik halda götür 400. 400 neçədir də bu da. 420-yə vuranda 8000 eləyir. Ona görə burada x mütləq nədir? 1-dir. X 1-dir. Çünki x 1-dən böyük ədəd olsa, burada 8000 olmalıdır. Ona görə x-in yerinə aparıb nə qoyuram? 1 qoyuram. X-in yerinə yazdım 1. İndi burada. Bax, z-i z-ə vuranda 4 eləyir. Düzdür, sonu 4 eləyib. Z-i z-ə vuranda. Bu yalnız 2 var, 2 ola bilər və ya 8 vur 8 ola bilər. Bunlardan biri ola bilər. Ya 2 vur 2-dir, 2 sonu 4 eləyib, ya da 8 vur 8-dir. İndi gəlin baxaq, 7344-ü burada 2 olsaydı, bax, burada 73-ü götürürəm də, 73-ü 12 olsa burada, 12-yə böləndə 4 dəfə düşmür. 6 dəfə düşür. 6-nın 12-yə 72. Ona görə bu 2 ola bilməz. Bu da nədir? 8-dir. 73-ü 18-ə böləndə 4 dəfə düşür. Deməli, avtomatik z nə oldu? 8 oldu. Onda aşağıda da 8 yazıram. Aha. 73-ün 18 4 dəfə, 4 18-ə vurdum 72, çıxıram 73-dən 12-sin 1, qaldı burada 14. 14-ün içində 18 yerləşmir. Ona görə bura nə düşür? 0 düşür. Onda y-in də yerində oldu nə? 0. Z də oldu nə? 8. Sonrası aydındır. Mənə deyir ki, x plus y plus z cəmini tap, 1 üstə 8 elədim. 9. Doğru cavab 9. Keçirəm 11-ci suala. Deyir ki, bu 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Bu 5 rəqəmli ədədi 5-ə böldükdə 7, x, 23, y 5-ə bölür. Qalıqda 4 qalır. Heç buna ehtiyac yoxdur. 18-ə tam bölünür. 5-ə böldükdə qalıqda 4 alınır. Uşaqlar, 5-ə bölünən ədədlər hansıdır? Sonu ya 0 ya da 5 ilə qutaran ədədlərdir. Qalıqda 4 qalırsa, üzərlərinə 4 gəlirəm. 0 üstə 4, 4, 5 üstə 4, 9. Deməli, bu ədədin sonu ya 4-dür, ya 9-dur ki, 5-ə böləndə qalıq nə qalır? 4 qalır. Y ya 4-dür, ya 9-dur. İndi mənə deyir ki, bu ədəd 18-ə tam bölünür. 18-ə tam bölünürsə 9 ola bilməz. Çünki 18-ə bölünmək üçün ədədlər 2-yə və 9-a bölünməlidir. 2-yə bölünən ədədlərin sonu 9 ola bilməz, tək ola bilməz. Ona görə bu ədədin sonu mütləq nədir? 4. Y oldu 4. 7, x, 2, 3, 4. Deyir ki, bir də 9-a bölünməlidir 18-ə bölünmək üçün. Gəlin baxaq, 18-ə tam bölünür axı deyir.
2 üstə 3 5, üstə 4 9, üstə 7 16. 16 üstə nə gəlsəm 18-ə tam bölünər. 2 gəlsəm 16 üstə 2 18 edir, 9-a tam bölünür. Onda x-də oldu 2, y-də oldu 4. Mənə deyir ki, bunların hasilini tap. Hasil də verir mənə 8-i, bu da B variantı. 12-də bundan da özünüz yazarsınız. Keçirəm 13-ə. 3-ə qalıqsız bölünən natural ədədləri 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqları tapın. 3-ə qalıqsız bölünən natural ədədlər hansılardır? 12-yə bölünən deyirsə 12-dən yuxarılara baxın. 15, 18, 21, 24, 27, 30 və s. Bu ədədləri 12-yə böləndə alınan qalıqları tapın. 15-i 12-yə böləndə qalır 3. 18-i 12-yə böləndə qalır 6. 21-i 12-yə böləndə 9. 24 12-yə bölünür. Yenə 3, yenə 6. Məndən də bu qalıqları istəyir də. Qalan müxtəlif qalıqlar. Müxtəlif 3, 6, 9-da yenə 3, 6, 9 təkrarlanır da müxtəlif olmur. Ona görə 3, 6, 9 cəm də verir mənə 18-i. 9, 9, 18. Doğru cavab D variantı. 14-də bundan da özünüz yazacaqsınız. Keçirəm 15-ə. Deyir ki, AB ədədinin BA ədədinə bölünməsindən alınan natavan qismət vahidə. Qalıq 36-ya bərabərdir. A-nın ala biləcəyi qiymətlər cəmini tapın. AB-nin içində BA bir dəfə yerləşir. Baxaq görək hansı ədədlər ola bilər. Ən kiçikdən başlayıram. Daha doğrusu ən böyükdən başlayıram. Burada 12, burada 21 ola bilməz ki, qalıq 36-nın daha böyük ədədlər deməli. 91 burada olsun 19 ola bilməz. Çünki bir dəfə yerləşmir, 91-in içində 9. Onda 92, 29 ola bilməz. Çünki 92-in içində 29 bir dəfə yerləşmir. Keçdim. 93, 39 ola bilməz. 2 dəfə yerləşir. 94, 49 tərsidir də AB, BA-dır. Ona görə formada deyirəm. AB, BA-dır. 94 ilə 49 ola bilər. Baxın, bir dəfə yerləşir. 2 dəfə yerləşsəydi 96 eləməliydi burada. Bir dəfə yerləşdi 49. İndi çıxıram 14-dən 9-un 5. Burada qalmış 8, 4, 45. 94, 49 ola bilərdi. Amma burada qalıq 45 qaldı. Ona görə bu deyil. Keçirəm 95-ə. 95, 59. Bir atma yolunu hesablayıram. Bir dəfə yerləşir 59. 15-dən 9 çıxıram 6. Burada qalmışdı 8, 8-dən 5-in çıxdım 36. Ödədi. Deməli 95 ilə 59 ödədi. İndi mənə deyir ki, ala biləcəyi qiymətlər. A hələ ki 9 ola bilər. Keçirəm 96, 69. Bir dəfə yerləşir. 1, 69-a vurdum 69. Çıxanda 16-dan 9, 7. Olmadı. Təbii ki olmayacaq da. Yəni 79, 89 bunlar olmayacaq. Bayaq baxdıq. Niyə görə? Çünki 97, 79 bunlar olmayacaq. Qalıq 36 ola bilməz axı orada ona görə. Keçirəm 80-ə. 81, 18 ola bilməz. 82, 28 ola bilməz. 83, 38 ola bilməz. 84, 48 ola bilər. Baxaq. 2 dəfə yerləşmir. Bir dəfə yerləşir. Bir dəfə yerləşir 48. 84-dən də 48 çıxanda mənə 36-nı verəcək. Deməli 80, A 8 ola bilər. A 9, 8. Keçək indi bu formada baxaq. A eyni ədədlər ola bilməz ki, 70-lərə baxırıq. 70 bir bölünmə bilməz 17-yə çox düşür. 72-də 27 çox düşür, bir dəfə düşmür. 73-də 37 görək. Bir dəfə düşür 37. 13-dən 7-sin 6. 6-dan bəli 7 ola bilər. Daha sonra 6 ola bilərmi? 61 16-ya bölüm çox düşür. 62-də 26 çox düşür. 63-də 36. Baxaq. Bir dəfə düşdü 36. 7 olmadı. 6 artıq ödəmir.
Deməli, artıq 6 ödəməzsə 5 də ödəməyəcək. Belə baxıram. Çünki 51, 15, 52, 25, 53, 35 artıq ödəmir. Orada 36 qalır. Deməli, 9, 8, 7 ədədləri bu şərtimi ödədim. Deməli, olacaq düzgün cavab 9, 8, 17, üstə 7, 24. A variantı. Maraqlıydı. Hər bir misal maraqlıdır. Sadəcə olaraq bunlarda çoxsunda məntiqlə, yəni rəqəmləri təxmini bilməlisən. Deyir ki, A, 2, B, 6, C. 6, C. A, 2, B, 6, C ədədi 12-yə bölünürsə, 12-yə bölünməsi üçün 3-ə və 4-ə bölünməlidir. A plus B plus C cəmini tapın. 4-ə bölünmə əlamətinə görə son 2 rəqəmi 4-ə bölünürsə 4-ə bölünür. Burada onda hansı ədədlər 4-ə bölünür? Ya 64 olmalıdır, ya da 68 olmalıdır. Deməli, C ya 4 ola bilər, ya da 8 ola bilər. Çünki son 2 rəqəmi 4-ə bölünən ədəd 4-ə bölünür. Aha, baxıram. Amma 3-ə bölünmə. 3-ə də tam bölünür. 3-ə tam bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Bax uşaqlar, bizdən A plus B plus C cəminin ən kiçik qiymətini istədiyinə görə mən 8-i götürmürəm, 4-ü götürürəm. 4 də ödür, 8 ödür. Amma mən 4-ü götürəcəm. Deməli, A, 2, B, 6, 4. İndi 3-ə bölünməsi üçün. 3-ə bölünməsi üçün bu rəqəmlərin cəmi 3-ə bölünməlidir. Mən C-ni bildim 4-dür. Bu 3-ünün məndən ən kiçik qiymətini istəyirdi. C-ni bildim 4-dür. A plus B-yə ən kiçik halda görüm nə verə bilərəm. 2-ün üstə 6, 8, üstə 4, 12. 12-nin üstünə mən ən kiçik halda nə gələ bilərəm ki, bu ədəd neynəsin? 3-ə bölünsün. 12-nin üstə ilə 3 gələrəm, 15 eləyər. 15 də 3-ə bölünür. Deməli, A plus B-nin yerinə mən nə götürə bilərəm? Birinə 1 yazaram, birinə 2 və s. Yəni 3 götürə bilərəm. Mənə onsuz cəm lazımdır. Hansının yerində hansı durmağı lazım deyil. Məndən ABC-ni ayırsa soruşmur. Deməli, A plus B cəminin yerinə 3 yazdım. C də zaten 4 idi. 3 üstə 4, 7. Ən kiçik qiymət olsun deyə bu formada yazdıq. Aydındır. Deməli, neçənci sualımız idi bu? 16-cı sualımız idi. 16-cı sualda doğru cavabımız oldu nə? 7. 4 üstə 3, 7. Keçirəm 17-ci suala. Bir dəqiqə baxaq, hansısa səhv eləmədik. Nəsə, elə bilərəm, diqqətimdən qaçdı. A, 2, B, 6, C. 12-yə tam bölünür. 12-yə bölünməsi üçün 3-ə və 4-ə bölünməlidir. 4-ə bölünməsi üçün son rəqəmi. A, 0 ola bilər C. Uşaqlar üzr istəyirəm. C 0 ola bilər burada. 0, 4, 8 ola bilər. Çünki 64-ə bölünür axı. 15 eləyir. Ona görə C-nin yerinə mən 0 qoyuram. Diqqətsizlik. C-nin yerinə 0 qoyuram. Onda C-nin yerinə 0 qoyanda A2, 6, B, 6 burası 0 oldu artıq. 0 olanda bunları cəmliyim görə. 2 üstə 6, 8. 8 üstə nə gəlsəm. Ədəd 9-a bölünər. Ən kiçik halda 1. 1 gəlsəm. Burada A-nın yerinə 1 yazarsan, B-nin yerinə 0 götürərsən. Hansının yerində hansı durmağı önəmli deyil. Yetər ki, birinci ədəd 0 olmasın. Onda B də 0-dır, C də 0-dır, A isə 1-dir. Çox qiymət ola bilər. Amma məndən ən kiçik istəyir axı. Ən kiçik istədiyinə görə mən nə etməliyəm? Ən kiçik halları düşünməliyəm. Ona görə düzgün cavabım 0, 0, 1. Cəmi yerinə 1. Deməli, cəm elədi nə? 1. Doğru cavab 1-dir. Keçirik 17-yə. Deyir ki, 17-də rəqəmləri fərqli olan 2 rəqəmli ədədi x, y-dir. 5-ə böldükdə qalıq ən böyük olarsa. 5-ə böləndə qalıq ən böyük nə ola bilər? 4. Bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Aha. Rəqəmləri fərqlidir. Yəni, eyni ədəd deyil. 5-ə böləndə qalıqda 4. Yəni, ən böyük ədəd alınsın. Onda bu ola bilər. Sonu ya 4-dən qutarmalıdır. Ya da sonu ya 4-dən qutarmalıdır, ya da 9-dan. Çünki sonu 4 və 9-dan qutaran ədədləri 5-ə böləndə qalıqda 4 alınır. Onda burada 14 ola bilər. 24, 34, 44 ola bilməz. Çünki rəqəmlər fərqli deyirdi mənə. 54, 64, 74, 84, 94. 2 rəqəmli ədəddən danışılır da, ona görə uşaqlar. Daha sonra keçirəm. Bir də sonu 9-dan qutara bilər.
son 9 ilə qutara bilər. Onda eyni qaydada 19, 29, 39, 49, 59, 69, 79, 89. 99 ola bilməz, çünki eyni rəqəmdə olmaz. Və 14-ü də 4-ə böləndə qalıq. Daha doğrusu 14-ü 5-ə böləndə qalıq 4 qalır. 24-ü 5-ə böləndə qalıq 4 qalır. Həmçinin 19-u 5-ə böləndə qalıq 4 qalır. 49-u 5-ə böləndə qalıq 4 qalır. Bunların hər birində aydındır təbii ki. Deməli 3, 6, 8, 8. 16 dənə ədəd var. Bu halda 16 dənə mümkün ədədim var. Deməli 16. 16. Burada alındı 1. Keçdik 18-ci suala. 18-ci sualda nə deyir? A, 8, AB. 30-a tam bölünür. 30-a bölünməsi üçün nəyə bölünməlidir? 6-ya və 5-ə bölünməlidir şərtim. A-nın mümkün qiymətlərini tap. 5-ə və 6-ya bölünməsi üçün sonunda 5-ə bölünməsi üçün ya 0 olmalıdır, ya 5. B ya 0-dır, ya 5. Qalır məndən A-nın qiymətləri. Aha. 6-ya bölünməsi üçün isə uşaqlar 2-yə və 3-ə bölünməlidir. 6-ya bölünməsi üçün 2-yə və 3-ə bölünməlidir. 2-yə bölünməsi üçün sonu mütləq nə olmalı uşaqlar? Cüt olmalıdır. Sonu cüt olmalıdır. Onda nə ola bilməz? 5 ola bilməz. Deməli, nə ola bilər? Yalnız 0 ola bilər. B-nin tapdım 0-dır. İndi 3-ə də bölünməlidir. Baxıram ki, burada 8 var. Burada da 0. 8 ilə 0-ın cəmi verdi mənə 8-i. Elə ki, ədədim A, 8, A, 0 formasında oldu. Rəqəmlərin cəmliyəndə mənə 8-i verir. Rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. İndi A-nın yerinə mən 1 qoysam, ən kiçik 1-dən başlaya bilərəm də. 8-in üstə 4 dənə 1 ya da 12, 3-ə bölünür. Deməli, 1 ola bilər. 2 qoysam, 4-ü 2-yə vuranda 4 dənə 2 oldu da 8, 8, 8, 16 bölünmür. 3 qoysam, bax 4 dənə 3 var, elə bir ədədim olacaq. 3, 3, 3, 8, 3, 0, bu formada. Cəmliyəndə 4 dənə 3-üm 12, üstə 8, 20, 23-ə bölünmür. Deməli, 3 ola bilməz. A-nın neçə tapdıq? 1 ola bilər, 2 ola bilməz, 3 ola bilməz. 4. 4 dənə 4, 16, üstə 8, 24 bölünür. Deməli, 4 ola bilər. 5. 4 dənə 5, 20, üstə 8, 28 bölünmür. 6. 4 dənə 6, 24, üstə 8, 32 bölünmür. 7, 4 dənə 7, 42, üstə 8, 50 bölünmür. 8, 4 dənə 8, 32, üstə 8, 40 bölünmür. 9, 4 dənə 9, 36, üstə 8, 44 bölünmür. Və s. Qutardı. Və s. yenə qutardı. Başqa 9-dan böyük ədəd ola bilməz ki, hər rəqəm yerinə bir dənə ədəd durmalıdır. 1-dən 9-a kimi ədədlər ola bilər. Deməli, yalnız 1-lə 4 ola bilər. İndi mənə deyir ki, A-nın mümkün qiymətləri cəmini tapın. Onda A-nın mümkün qiymətləri cəmi nə edəcək uşaqlar? A-nın mümkün qiymətləri cəmi mənə verəcək 1 üstə 4, verdi mənə 5-i. 1 üstə 4, 5. Deməli, qalıqlı bölmə 18-ci sual. Amma cavabımız 12 çıxıb. Gəlin görək, harada səhv elədik. 18-ci sual. 30-a tam bölünürsə 5-ə və 6-ya bölünməlidir. 5-ə bölünməsi üçün sonu yalnız 0 və 5 eləyə bilər. 5-i ona görə götürmürəm ki, 6-ya bölünmə də var. 6-ya bölünmə də 2-yə və 3-ə bölünmədir. 2-yə bölünmə də 5 ola bilməz. Deməli, B-nin altı oldu 0. Aha. 7, 1 üstə 4, 5, 7 ödüyürdü. 4 dənə 7. Ha, 7 ödüyür, uşaqlar. Bax, 7-ni unutmuşuq. 4 dənə 7, 28. Üstə də 8, 36. İndi uşaqlar testdə əvvəldən qulağısında mənim səhvlərimi tuta bilərsiniz orada. Ki, məsələn, bəzən deyirəm, keçirəm, yaddan çıxır. Siz orada görə bilərsiniz ki, yəni müəllim belə deyil, biz sonda qayıdıb həmin səhvimizi tapırıq. Canlı video çəkimlərində bu hallar ola bilər. 4 dənə 7, 28, üstə də 8 gəldim, 36, 36 3-ə bölünür. Deməli, 1 üstə 4, 5, üstə 7, 12. 12 eləyəcəm. Все. Oldu 12. 19 eynidir. Aha, gecə 20-yə. Artıq saat işləyib 2-yə. Gecə 20-ci suala. 20-ci sualda deyir ki, AB ədədini 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünür. ABC ədədi 9-a tam bölünür. C-ni tapın.
Bax uşaqlar, AB-ni 9-a böldükdə qalıqda 5 alınır. 9-a bölünmə əlamətinə görə rəqəmlərin cəmi 9-a bölünürlər, 9-a bölünür. Burada qalıqda 5 alınır. Burada da ABC 9-a tam bölünür. Onda C nə olub burada? 4 olub da. 4 olub ki, bu 5-in üstə 4 gəlib 9 tamamlayın, 9-a bölünsün. C 4-dür avtomatik. Başa düşdünüz, rəqəmlərin cəmi bölünmürdü 9-a. Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünürsə, AB-nin 9-a bölünə qalıq 5 qalırsa, amma ABC tam bölünürsə, AB-də mənim 5 varım da artıq. 9-a böləndən sonra 5 varım da artıq. C də 4 olsun ki, o 5-in üstə 4-ü gəlin 9, 9, 9-a tam bölünsün. Əminəm ki, aydındır. Keçirəm 22-ci suala. Eynidir. X, Y 0,6 bölünsün X, Y. Natamam qismət A, qalıq B olarsa, AB hasilini tapın. Maraqlıdır. X, Y 0,6 bölüb X, Y-a. Eynidir. Bax, X, Y-a bölənlər uşaqlar X, Y-dir. X, Y-in içində X, Y bir dəfə yerləşir. Gəlin, buradan A-nı silək elə ki, tapacaq. Bir dəfə bir X, Y-a vurdum, belədir nə? X, Y. Çıxdım, qaldı nə? 0, 0. Sonra buradan 0'ı gətirdim, bölünmədi. Düzdür? 0 bölünmür X, Y-də. Yerdə nə qalır? Yerdəki 6-nı gətirirəm. Qalıq oldu nə? 6. 6 da bölünmədi X, Y, yenə 0 düşdü. Sonra qalıq olaraq qaldı nə? 6. Deməli, X, Y 0,6-nın içində X, Y yerləşir 100 dəfə və qalıq nə adlanır? Qalıq da yerdə qalır 6. İndi məndən deyir ki, AB hasilini tapın. AB hasilini tapanda 6'nı vururam 100'ə, 600. Bütün 600. Bundan da keçirəm 24-cü suala. Deyir ki, 24-də 2 natural ədədin cəmi 211-dir. 2 natural ədədin cəmi 211-dir. Bu ədədin böyüyünü kiçiyini böldükdə, natamam qismətdə 4, qalıqda 1 qalır. 2 dənə ədəddir. Bu bir olsun AB. Cəmi 211'dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə, X, Y, Z-i AB-yə böldükdə, natamam qismətdə 4, qalıqda isə nə alınır? 1 alınır. Bu ədədlərdən böyüyünü tapın. Deməli, X, Y, Z-in içində AB 4 dəfə yerləşir, qalıqda isə 1 qalır. Bunların cəmi də verir mənə nəyi? 211'i. Bax uşaqlar. Burada AB-ni 4'ə vuranda, bir dəqiqə. AB-ni 4'ə vuranda nə alınacaqsa, üzərinə 1 gələcəm, X, Y, Z eləyəcək. Aha. Bir də bunlar cəmləyəndə 211 eləyəcək. Keçək 24-cü suala. Deyir ki, 2 natural ədədin cəmi 211'dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə, natamam qismətdə 4, qalıqda isə 1 alınır. Ədədlərdən böyüyünü tapın. 2 natural ədəd var. X, Y olsun. Nəyə görə X, Y yazıram uşaqlar? Bunları böyük ədədlər yazsaq, oradan bir yerə çıxa bilməyəcəyik. A, B, C yazsaq, çox uzun gedər. Gəlin X, Y yazaq, daha sadə yol gəlir bunun üçün ağlıma. X, Y cəmi 211'dir. Böyüyünü kiçiyinə böldükdə, tutaq ki, X böyüdür. Böyüyünü kiçiyinə böldükdə, natamam qismətdə 4, qalıqda isə 1 alınır. Ədədlərdən böyüyünü tapın. Yəni X soruşur məndən. Uşaqlar, biz qalıqda bölmədə bu ədəd tapmaq üçün bunu buna vurub, Y-i 4'ə vurub üzərinə 1 gəlmirəm. X tapmaq üçün Y-i 4'ə vurub üzərinə 1 gəlməliyəm. Bax, X-i 4 Y üstə gəl 1-lə ifadə edim. Gətirib burada qoyaram yerinə. Aydındır da bunu. Burada qoyaram yerinə. 4Y plus 1 X-in yerinə yazdım. Üstə gəl bu Y. Bərabərdir 211'ə. 4Y üstə Y 5Y. 211'dən keçilib 1 çıxanda 210. Bölürəm
42. Y oldu 42. X'im da 4 vur 42 üstə gəl 1-dir. 4'ü 42'ye. 168 üstə 1 gələndə 169. Əminəm ki, aydındır. Elə bir çətin bir şey yoxdur. Sadəcə olaraq həmişəki yoldan biraz kənara çıxdıq. Niyə? Çünki o yolla getməyəcəkdi. Çox uzun gedəcəkdi. Ona görə. Bu neçənci misaldır? 24-cü misaldır. Keçdim 25'e. 25'te deyir ki 9n kubu bərabərdir m087. Aha, uşaqlar bax burada biz yerinə qoymalıyıq. Bax nəyin kubu sonu 7 ilə qutarır? Bax 1'in kubu olmur, 2'nin kubu olmur, 3'ün kubu ola bilər. Amma 3'ün kubu bu ədədi verməz mənə. Bax 3'ün kubu 27, 27'nin 9'a vuranda 4 rəqəmli ədəd eləmir. Ona görə 3 deyil bu. 4'ün kubu olmur, 5'in kubu 5 ilə qutarır, 6'nın kubu 6 ilə qutarır, 7'nin kubu 7'ni 7'ye 49, 49'u 7'ye vuranda bəli, sonu 3 ilə qutarır. Deməli bu 7'dir. 7'ni 7'ye 49, 49'u 7'ye vuranda 343 eləyir. Deməli 9 vurulsun 343. Görəm mənə nə verəcək? 343'ü 9'a vursam 66. 9 3'e 27, 7 yazıram 2 yatdı. 4 9'a 36, o da 2 38. Bax görürsən 2 rəqəmi aldıq. 8 yazıram 3 yatdı. 9 3'e 27, o da 3 30. Deməli m də 3 imiş. M 3'dür, n isə 7'dir. Mənə deyir ki, hasilini tap. Hasil də mənə verir 21. Keçirik 26'ya. Deyir ki 7'ye böldükdə, 7'ye böldükdə, bölündükdə, ədəddə 7'ye bölündükdə. Qalıqda 4 alınan ədədlər 3'e tam bölünürsə, bu şərti ödəyən iki ədədlər özlərdən ən kiçik və ən böyüyünü cəmini tap. Gəlin baxaq, elə bir ədəd tapaq, görək bu hansı tipli ədədlərdən danışır. 7'ye bölünəndə qalıqda 4 alınan ədədlər. 11. 7'ye bölürəm, qalıqda 4 alınır. Amma 3'e tam bölünmür, deməli bu deyil. Daha sonra 14 7'ye bölünür, üzerine 4 gələm 18. 18'i 7'ye böləndə 2 dəfə yerləşir 14, qalıqda 4 qalır və həmçinin bu ədəd 3'e tam bölünür 18. Deməli 1 18. Elə ən kiçiyi oldu 18. Keçirəm ikincisinə. Ən böyüklərindən danışaq. Gəlin ən böyüklərinə baxaq. 90'dan başlayaq. Deməli 77, 84, 91. 91 9'a 90 nədir? 7'ye bölünür. 91 7'ye bölünür də üzərinə 4 gəlim ki, qalıqda 4 alınsın. 95. Amma 95 3'e bölünmür. Deməli 91'dən danışmırdım. 84'e baxım, 7'ye bölünən ədədlərdir. 84 7'ye bölünür. Üzərinə 4 gəlirəm. 84 7'ye bölünür. Üzərinə 4 gəlirəm. Çünki qalıqda 4 qalır. Bax 88. 88'i 7'ye böləndə 1 12 dəfə düşür. 12 dəfə düşür. 84 edir. Amma qalıqda 4 qalır. Amma 88 özü 3'e tam bölünmür. Mənə deyir ki, 3 tam bölünsün. Deməli bu da deyil. Mən ən böyüyü axtarıram da uşaqlar. Ona görə yuxarıdan başlamışam. 77 özü 7'ye bölünür. Qalıqda 4 alınsın deyə üzərinə 4 gəlirəm. Eləyir 81. 81 7'ye böləndə qalıqda deməli 1 7 11 11'də bir dəfə qalıqda qalır 4. Qalıqda 4 qalır və 81 özdə 3'e bölünür. Deməli digərə 81. Ən kiçiyini tapdım ki 18'dir. Ən böyüyü tapdım ki 81'dir. Bu ədədlər 81 və 18 3'e tam bölünür və həmin ədədlər 7'ye böləndə qalıqda 4 alınır. Məndən də bu ədədlərin cəmini soruşurdu. Cəm deyir 99. Mənim düzgün cavab 99. Keçdim 27'ye. Baxaq. 27'də deyir ki, m ədədini 7'ye böldükdə qalıqda 6 alır. M kvadratı üstə gəl 3m üstə gəl 7 ədədini 7'ye böldükdə qalıqda neçə alınır? Ən sadə bir ədəd götürürəm. 13.
13'ü 7-yə bölə, ən kiçiyindən götürürəm də ədədlərin böyüməsin. 13'ü 7-yə böləndə bir dəfə düşür. 13'dən 7 çıxanda qalır 6. Deməli M13 imiş. Aparıram qoyuram yerinə. 13'ün kvadratı 169, üstə gəl 3'ü 13'ə vuranda 39, üstə gəl 7. Gəlin hesablayaq. 39 üstə 7, 46. 169 üstə 46 gələndə 215. Deməli 215'i 7-yə böləndə qalıqda nə alınacaq? Gəlin 215'i 7-yə bölək. 21'də 7 3 dəfə, 3 7-yə 21 çıxdım 0. Qalıq qaldı nə? 5. Deməli doğru cavab 27-yə baxın. Doğru cavab 5. Daha sonra keçdim 28'e eynidir. Keçək 29'a. 29'a deyir ki, n ədədini m kub ədədinə böldükdə hər ikisi natural ədəddir. Qismətdə 2 qalır. Qalıqda 31. Aha, n'in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. N'in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. Elə bir ədəd var ki, n ədədi. Bunu hansı bir ədədin kubuna bölürəm. 2 dəfə düşür. Qalıqda da 31 alınır. Burada uşaqlar kiçik ədədlərdən söhbət gedə bilməz. Ən azı kubu 31'dən böyük olan ədədlərə baxıram. 3'ün kubu cəmiyyətdir. 4'ün kubu 64'dür. Əgər 4'ün kubu 64'dürsə, məndən ən kiçiyini soruşur deyə onsuz ən kiçiyinə baxıram. 4'ün kubu 64'dürsə, burada m oldu nə? 64. Hansı ədəd? Burada 2 dəfə, burada 31. Buradakı n-ını tapmaq üçünsə 2'ni 64'ə vurub üzərinə 31 gəlməli. 2'ni 64'ə vuranda 2'ni 4'ə 8, 2'ni 6'ya 12, 128. Üstə gəlməliyəm nə? 31. Buradakiləri tapmaq üçün. 8 üstə 1, 9, 2 üstə 3, 5. Burada 1. Elədik 159. N də oldu 159. Bax uşaqlar, burada mən niyə 4 götürürəm? 3 götürə bilmərəm. Çünki 3'ün kubu 27 eləyir. Bölən, qalıq böləndən kiçik ola bilməz. Qalıq böləndən kiçik ola bilməz. Ona görə ən kiçik halda mən kubu 31'dən böyük edən ədəd götürməliydim. O da 4'dür. Aydındır. Ən kiçiyini istəyirdi deyə 4'ə baxdım. Belə variantlar çox ola bilər, amma ən kiçiyini istəyirdi deyə 4'ü götürdüm. 159'un rəqəmləri cəmi isə mənə verir. 1 üstə 5, 6 üstə 9, 15. Doğru cavabımız 15. 30 da bundan eynidir. Keçirəm 31'ə. Deyik ki 31'də 402 AB və 75 CD ədədlərini 4'ə böldükdə qalıqda 3 alınır. Bu ədədlər 4'ə böləndə qalıqda 3 alınır. A plus B bölünsün C plus D ifadəsinin ən böyük qiymətini tapın. Bax uşaqlar, burada nə vaxt A plus B-ni C plus D-yə böləndə ən böyük alınır. Bax biz 8'i 2'yə böləndə 4 alınır. Burada daha böyük olmalıdır ki, yuxarı. Aşağıdakı da daha kiçik olmalıdır ki, cavabım nə olsun? Daha böyük olsun. Deməli, A plus B nə olmalıdır? Daha böyük olmalıdır. İndi mənə deyir ki, 4'ə böldükdə qalıqda 3 alınır. 4'ə bölünsə qalıqda 3 alınması üçün uşaqlar 4'ə bölünmə əlamətinə görə son 2 rəqəmi 4'ə bölünən ədədlər, 4'ə bölünür. İndi bizdə son 2 rəqəmi AB hansı ədəd ola bilər daha böyük? 90 neçə ilə olsun ki, daha böyük olsun. Bax, məsələn, 96 4'ə bölünür. İndi qalıqda 4 qalınır da. 4'ə bölükdə qalıqda 3 alınır, üzr istəyirəm. 96 4'ə bölünür, qalıqda 3 alınır. Ona görə mən bura 99 yaza bilərəm. Sonuna 99 yaza bilərəm. 402 99'u 4'ə böləndə qalıqda 3 alınacaq. Gəlin yoxlayaq. %9 7 28 1 19 da 4 dəfə 4 4 16. Aha. Deməli, burada 99 olmalıdır son rəqəmi. Doğrudan da ödədim. 9 götürdüm. Niyə görə? Ən böyük alınsın deyə. Yuxarıdan da A plus B cəmi verdi 18'i. İndi aşağıdakı ən kiçik götürməliyəm. Ən kiçik 2 rəqəmi ədəd hansı ədəddir? 4'ə bölünən 12.
12-nin üstə nə gəlsəm, 12-nin üstə nə gəlsəm, qalıq 3 almaqını deyir də. Qalıq 3 alırsa 12-nin üstə 3-ü gəlirəm. 15. Deməli, burada da son rəqəmi nə olacaq? 15. 75, 15. Ona görə ki, 4-ə böləndə qalıqda 3 qalsın. 15 4-ə böləndə qalıqda 3 eləyir. 5-in üstə 1, 6. 18 6-ya böləndə nə eləyir? 3 eləyir. 18 6-ya böləndə 3 eləyir. Başqa nə ola bilər uşaqlar? Ən kiçik halda bir də nə ola bilərdi? Nə ola bilərdi? Bax, burada 75-in sonunda 75 0-3 ola bilərdi. Niyə görə? Çünki 75 0-3-ü də 4-ə böləndə qalıqda nə qalır? 3 qalır. 75 0-3-ü də 4-ə böləndə qalıqda 3 qalır. Düzdür? 10-da. 0-la 3-ün cəmi də C plus D nədir? 0 üstə gəl 3. 0-ın üstə 3-ü gələndə 3. Deməli, 18 ilə 3-ə böləndə cavab nə edir? 6. Aydındır. 18 ilə 3-ə böləndə cavab elədir 6. Yəni ki, ən kiçik halın yazıram mən burada. A plus B'nin ən böyük halını götürdüm. A plus B'nin ən böyük halını. Amma C plus D'nin isə ən kiçik halını götürdüm. Aydındır. Burada CD'nin ən kiçik halı deyəndə hansı son iki rəqəm 4-ə bölünərlər, 4-ə bölünür də. Mən CD-ni 10 neçə vermədim, 0,3 verdim uşaqlar. 0,3 verdim ki, nə olsun? 4-ə böləndə onsuz normallıqda yazıb yoxlasaz, 7503-ü siz 4-ə bölsəz, nə alınacaq? Qalıq 3 alınacaq. 0,3-ün də cəmi ən kiçik halda 3 elə dedim. Axı məxrəc nə olmalıdır? Məxrəc daha kiçik olmalıdır. Aha. Deməli, başqa nə ola bilər? Başqa elə bilərəm ki, bir hal ola bilər. Çünki cavablarda mən baxıram 9 göstərib, biz də 6 almışıq. Bax, 0,3-dən əlavə nə yaza bilərəm? Başqa hansı ədəddə? 8 bölünür də 4-ə, düzdür uşaqlar. 8 4-ə bölünür, 8-in 3 gəlsəm 11. 1 ilə 1-nə cəmi mənə verir 2-ni. 18 ilə 2-yə verəndə 9, böləndə 9. Bəli, çox gözəl. 75, 11. Deməli, 75, 11-i 4-ə böləndə yenə də qalıqda 3 alınacaq. Burada əsas, yəni püf nöqtə odur ki, uşaqlar, bütün halları nəzərdən keçirin. Yəni, mən bu videonu kəsib, bu hissələri çıxardıb, daha səliqəli yığacam, konkret cavaba yönəlik şəkildə sizin üçün kanala yerləşdirə bilərəm. Amma istəyirəm ki, hər bir halı beyniniz yavaş-yavaş işləsin və hər bir halı düşünəsiz. Mən yazdıqsan siz deyəsiz ki, bu da var. Yəni, öz beyninizdə bu yola çağırsın. Görürsünüz ki, eyni tip misalların birini yazıram, birini saxlayıram sizlər üçün. Bax, deməli, nə oldu burada? 11 ola bilər. 11 olanda 75-11 də 4-ə böləndə qalıqda 3 alınacaq. Niyə? Daha kiçik axtarıram. Mən məxrəci daha kiçiyi götürürəm. 3-dən kiçik 2 var. 2 burada alınır bir üstə gəl, 1 gələndə. 18 2-yə böləndə qalıq oldu 9. Düzgün cavab 9. Aydındır uşaqlar. Bugünlük bu qədər. Növbəti dərslərimizdə görüşənədək.